Yəni mənim daha sənə sözüm yoxdur. Ayıb olsun sənə. Bundan sonra mənə nə yazıb, nə də bir şey eləmə. Всё, qurtardı. Salam. Sağ ol. Necəsiz? Yaxşıyam siz. Sabah 14 fevralda sevgilinizə hədiyyə almısınız? Almışam mən. İndi sevgilinizi yığıb desəz ki, əgər mən sənə hədiyyə almamışam, məndən tamı düz 100 dollar qazanasınız. Yığa bilərsən? Problem deyil. Yığ onda. Bəs məni tanıyırsınız? Hə, tanıyıram Kerəm. Mənim səhifəmi izləyirsiniz bəs? Yox, izləmirəm. Əgər mənim səhifəmi izləsəydiniz, sizə 100 dollardan əlavə bir dənə 100 dollar verəcəydim. Heyf. İnşallah sizə mənim səhifəmizin hər hansında qarşınıza çıxa bilərəm. Allah. Rəmizəsən? Yaxşıyam balam, sağ ol. Sən necəsən? Şükür, mən də yaxşıyam. Sabah görüşürük də, dəqiq də. Aha, görüşürük. Bir şey deyim mən sənə. Mən sənə hədiyyə almamışam. Yəni Necə yəni? getsəm bir şey olmadı da ona, uyğun olmadı. Mən gecə gündüz işləmişəm ki, mən sənə hədiyyə alım. Sən ümidlər burada olaraq mənə hədiyyə ala bilmirsənsə, yəni mənim daha sənə sözüm yoxdur. Ayıb olsun sənə. Nə deyə bilərəm sizə? Yəni mən bunu yığım demək üçün Heç nə demə, heç nə demə. Bundan sonra mənə nə yazıb, nə də bir şey eləmə. Всё, qurtardı. İndi necə fikirləşirsiniz? nə fikirləş edərəm ki? Necə olacaq, nə deyəsən sevgilimə? Necə başlatmam? Başlamaq üçün bir fikrim var. Mən ayrılmaq üçün fikrim yox idi ki. Sizə 100 dollar verəcəm indi. Göstərin zəhmət olmaz. Mən neyirəm burası? Mən hədiyyəni aldım, pulu aldım, qız yoxdur ortada. Əgər məni takip etsən, o 100 dolların 2 qatını verəcəydim sənə. Heç nə, bura sağ ol qardaşım.